Qütb uzunu özündən sağ tərəfdə görən səyyah hansı azimutla hərəkət etmiş olmalıdır? Ümumiyyətlə, bildiyimiz kimi qütb ulusuna əsasən biz şimal yarımkürəsində istiqamətlər təyin edə bilirik ki, və qütb ulusu bizə, şimal, istiqaməti bildirir. Demək ki, biz əgər, götürək ki, 0 azimutla hərəkət edirik, 0 şimal istiqaməti. Əgər biz şimal istiqamətinə getsək, elə qütb ulusu bizim önümüzdə, yəni qarşımızda görsənəcək. Demək ki, bu bənd bizim üçün doğru bənd deyil. Biz 90 azimutla, yəni şərqə tərəf hərəkət eləyəriksə, şərqə tərəf getdiyimizdə şimal bizdən və eyni zamanda qütb uzusu bizdən sol tərəfdə qalacaq. Demək, bu da bizim üçün doğru bənd deyil. Biz 360 azimutla getsək, elə 0 azimutla getmiş sayılırıq deyə bu bənd də yanlış bənd sayılmış olur. 270 azimut, yəni biz qərb istiqamətində hərəkət edəriksə, bu zaman şimal bizdən, yəni eyni zamanda da qütb ulusu bizdən, gördüyümüz kimi sağ tərəfimizdə qalır və belə ki, bizdən də sağ tərəf istədiyinə görə doğru bəndimiz 270 azimut olacaqdır.